Salam, buraxılış imtahanlarının modelinə uyğun mətn tapşırıqları 9 illik. Bugünkü mətnimizin adı Səkinə Axundzadədir uşaqlar. Əvvəlcə mətndən tanış olağın. Demək, Səkinə Axundzadə Azərbaycanın ilk qadın müəllimlərindən biri, ilk qadın dramaturqu, ilk qadın rejissoru, ədəbi məclisin üzvü və ana dilində ilk dərslikləri müəlliflərindəndir. Qızların təhsil alması, cəmiyyətdə mövqe tutması Səkinə xanımın arzusu idi. Bütün çətinliklərə baxmayaraq evində qızlara məktəb açmışdı. Səkinə Axundzadə Qubada Ziyalı ailəsində dünyaya gəlib, burada boya-başa çatıb. Həyat yoldaşı müasir düşüncəli pedaqoqdur və ona bütün işlərində dəstək olurdu. Səkinə xanımın Qubada gənc qızlara təmənnasız dərs deməyində Hacı Zeynalabdin Tağıyev xəbərdar idi. 1900-cü ildə Tağıyev onu Bakıda hökumətin icazəsi ilə açdığı qızlar məktəbinə dəvət edir. Səkinə xanım məktəbdə şəriət və ədəbiyyat dərslərini tədris edir. Səkinə xanım burada qızların teatr truppasını yaradır. Həmin dövrdə teatrda qadın rollarını kişilər canlandırır. Qadınlar tamaşaçı kimi belə teatra gedə bilmirdilər. Səkinə xanım bir neçə piyes yazır. Əksər personajları qadınlar olur. O piyesləri həvəslə rollarını ifadə edən məktəbli qızların köməyi ilə səhnələşdirir. Teatrda tamaşaçılar ancaq qadınlardan ibarət olur. Lakin valideynlər Səkinə xanıma hücum edib deyirlər: siz dərsdə qızlara şəriətdən danışırsınız. Sonra isə onları oyunbaz kimi səhnəyə çıxarırsınız. Səkinə xanım tənələrə, təqiblərə məruz qalsa da, onu başa düşənlər də vardı. Həmin dövrün istedadlı aktyorlarından Hüseyn Ərəbənski demişdi: Cəhalət ucbatından ən gözəl çiçəklər teatra gələ bilmir. Səkinə xanım, qadınsınız, teatr gül-çiçəksiz bahar kimidir. 3. Siz böyük iş görürsünüz. 4. Çiçəksiz bahar olmur. Bax, burada uşaqlar fikir verəcəksiniz. Görürsünüz, dediyi bu fikirdə yanlışlıqlar var. Yəni, burada cümlələr düzgün verilməyib. Demək ki, bizdən cümlələri düzgün qurmaq istəyəcək. Qızlarımızın ürəyində teatr qığılcımları alışdırırsınız. Vaxt gələr bu qığılcımlar məşələ dönər. Səkinə xanım xəstəlik ucbatından ömrünün son illərində Qubada yaşayır. Bir gün Qubada səfərdə olan aktyor Abbas Mirzə Şərəfzadə onu ziyarət edir. Teatr həsrəti çəkən Səkinə xanım Şərəfzadədən İblis monoloqundan bir parça söyləməyə xahiş edir. Aktyor onun son arzusunu yerinə yetirir və monoloqu bütünlüklə söylüyor. 1927-ci ildə xəstəlikdən dünyasını dəyişən Səkinə xanım Bakıda dəfn olunur. Bizdə 331-ci suala baxırıq. Mətnin birinci abzasında Səkinə xanım haqqında olan hansı fikirlər digər abzaslarda öz təsdiqini tapmır. Gedək birinci abzası oxumaq lazımdır. Birinci abzas nədir? Bax, birinci abzasımız burada. Oxuyuruq. Səkinə Axundzadə Azərbaycanın ilk qadın müəllimlərindən biri, ilk qadın dramaturqu, ilk qadın rejissoru, ədəbi məclisin üzvü və ana dilində ilk dərsliklər müəlliflərindəndir. Qızların təhsil alması, cəmiyyətdə mövqe tutması Səkinə xanımın arzusu idi və bütün çətinliklərə baxmayaraq evində qızlara məktəb açmışdı. Yəni deyir ki, mətnin birinci abzasında Səkinə xanım haqqında olan hansı fikirlər digər abzaslarda öz təsdiqini tapmır. Yəni digər abzaslarda öz təsdiqini tapmalıdır. Səhnə fəaliyyəti ilə məşğul olması. Gəlin baxaq, görək səhnə fəaliyyəti ilə məşğul olması var yoxsa yoxdur? Demək, qızlar, bax görürsən, Səkinə xanım burada qızların teatr truppasını yaradır. Həmin dövrdə teatrda qadın rollarını kişilər canlandırır, qadınlar tamaşaçı kimi gedə bilmirlər. Və demək ki, bax görürsən, teatrda tamaşaçılar açıq qadınlardan ibarət olur. Lakin valideyn Səkinə xanıma hücum edirlər. Bax, buradan birinci cümlədə Səkinə xanım burada qızların teatr truppasını yaradır. Demək ki, səhnə ilə bağlı o fikir doğrudur. Bax, birinci doğrudur. Sonra 2-yə baxırıq. Pedaqoji sahədə çalışması. Gəlin baxaq, görək həqiqətən pedaqoji sahədə çalışması doğrudur yoxsa? Bax, görürsən, 1900-cü ildə Tağıyev onu Bakıda hökumətin icazə aldığı qızlar məktəbinə dəvət edir və Səkinə xanım məktəbdə şəriət və ədəbiyyat dərslərini tədris edir. Həqiqətən də demək ki, nədir? İkinci də doğru fikirdir. Bir nə ki, doğrudursa, bax, cavablarda çıxa bilərik. Qalır nə? Ya B bəndi, ya da ki, C bəndi. Dramaturq olması. Bax, dramaturq olması piyeslər yazması ilə. Bax, o
Pyesləri həvəslə roluna ifadə məktəbli üzr istəyirəm bura deyir. Hə, Səkinə xanım bir neçə pyes yazır. Bax, pyes yazır. O demək ki, dramaturqla məşğul olubdu. Dramaturq olub. 3 də doğrusu demək 3 də çıxır buradan qalır nə? 4 5. Ana dilində ilk təhsil işmərifinin olması yanlış fikirdir. Ədəbi məclisin üzvü olması yanlış fikirdir. Cavabımız B bəndi. 332-ci suala baxırıq. Mətnə əsasən cəmiyyətdə inkişafa dəstək olan əsas qüvvələrdən hesab edilmir. Bax, burada müəllimlər əsas qüvvələr hesab olunur. Aktyorlar əsas qüvvələr hesab olunur. Aktyorlar əsas qüvvələr. Məktəbli qızlar, bəli, qadın rolunu ifadə edən kişilər var. Bax, məsələn, həmin dövrdə teatrda qadın rollarını kişilər canlandırırdı. Demək ki, həqiqətən var. Müəllimlər kömək eləyirdilər. Valideynlərin bəziləri kömək eləyirdilər. Burada bəziləri, amma valideynlər çoxu kömək eləmirdi. Cavabımız A bəndi. 333. Səkinə xanım hədsiz dərəcədə incəsənətə bağlı biri olmuşdur fikrini. Hansı abzaslardakı fikirlərə əsaslandırmaq olar? Qayıdıb abzaslara baxmaq lazımdır. İncəsənətə bağlı olmağı ilə bağlı. Bax, burada görürsən, birinci abzasda yoxdur. Çünki burada onun fəaliyyəti haqqında danışır. Sonra bunun anadan olmağı bağlı. Səkinə xanımın Qubada gənc qızlara təmənnasız dərs istəməyə hazırlanan Tağım xəbərdar edir. Bax, burada müəllim kimi işləməyindən danışılır. 4-cü abzasa baxırıq. Səkinə xanım burada teatr yaratması incəsənətə bağlı olmağı göstərir. 4-cünü götürəcəyik. 4-ü götürdük. 5. Səkinə xanım tənələrə məruz qalsa da onu başa düşənlər də vardı. Həmin dövrdə istedad demişdi. Bax, siz böyük iş görürsünüz. Yəni teatrla bağlı işlərdir. Bax, görürsən 5-ci. Sonra Səkinə xanım xəstəlik ucbatının ömrünün son illərində Qubada yaşayır və teatr həsrət çəkən Səkinə xanım, görürsən teatrına yenə həqiqətən gör, xəstə olanda teatrla bağlı düşüncələr istəyir və hətta Şərəfzadənin İblis monoloqunda bir parçanı söyləməyə xahiş edir. Demək, hansılarıdır? 4, 5 və 6-cı abzaslara əsaslanırıq. Hansılardır? 4, 5 və 6-cı abzaslara əsaslanırıq. E bəndi. 334. Mətndə əvvəlində işarə qoyulmuş fikirlərə əsasən həmin fikri söylənə aid hansı xüsusiyyətlərin yeri dəyişdirilsə, cədvəldəki yanlışlıq düzələr. Demək, işarə qoyulmaq görürsən, bir üçbucaq işarəsi, bir də kvadrat işarəsi. Üçbucaq işarəsində baxırıq kimlərdir? Siz dərsdə qızlara şəriət danışırsınız, sonra isə onları oyunbaz kimi səhnə. Bu kimə aiddir? Valideynlərə. Valideyn, düzdür. Qızlarımızın ürəyində teatr qığılcımları alışdırırsınız. Vaxt gələr, bu da kimə aiddir? Səkinə xanıma aiddir. Vaxt demək, Səkinə xanım valideynlər cahil idi, həqiqətən cahil idilər, mühafizəkar idilər, amma tərəqqipərvər inkişaf yönümlü deyildilər. Sonra bu da müasir idi, ziyallıq var idi, nadanlıq amma bunlarda yox idi. Demək, bax, bu nadanlıq gəlməli idi, 3-ün yerinə, 3 də getməli idi, 4-ün yerinə. Demək, nə ilə? 3 ilə 4-ün yeri dəyişməlidir. 335-ci suala baxırıq. Mətnə əsasən cümləni tamamlayan fikirləri müəyyən edin. Hadisələrin baş verdiyi dövrdə mətnə əsasən, yəni oxumuşuq və indi ona əsasən cümləni tamamlamalıyıq. Hadisənin baş verdiyi dövrdə nöqtələr qoyub. Cinsi ayrı seçilik dövlət tərəfindən dəstəklənir. Bu mətndə yoxdur. Mütərəqqi şəxslər öz arzularını reallaşdıra bilmirlər. Bu da yanlış fikirdir. Cəmiyyətin müəyyən hissəsi savadsız və cahil adamlardan ibarətdir. Həqiqətən də elə idi. Müasir və köhnə düşüncəli insanlar arasında mübarizə gedir. Mətnimizin əsas hissəsi, nəticəsi ilə məğzidə odur. Demək, burada nədir cavabımız? 3, 4. Səkinə xanımı bu hədə qorxular qorxutmur, ruhdan salmır cümləsi. Hansı abzasının sonuna artırırsa, mətndə məzmun arzusu pozulmaz. Gəlin baxaq. Bax, burada valideynlər görsən, demək, qadınlar, siz dərsdə qızlara şəriətdən danışırsınız, sonra isə onları oyunbaz kimi səhnəyə çıxarırsınız. Bu tənələrdən deyir ki, Səkinə xanım bu hədə qorxulardan qorxutmur və ruhdan salmırdı. Həmin cümlə yadıb abzası sonu artırsa, mətndə hansı abzasıdır həmən abzas? Siz dərsdə qızlara, demək, hansı abzası? 4-cü abzası aiddir. Gördün, burada 4-cü abzası seçirik. 4-cü abzası haradır? Cavab deyib. 337-ci.
Ərəbinskinin nitqindəki cümlələri düzgün ardıcıllığını müəyyən edin. Hardaydı? Bayaqlar dedim ki, bura diqqət etmək lazımdır. Baxın, düzgün ardıcıllıq necə olmalıdır? Bax, birinci olmalıdır. Hardaydı o? Cümlə düzgün ardıcıllığı müəyyən edin. Hüseyn Ərbiski demişdi. Səkinə xanım, qadınsız teatr gül çiçəksiz bahar kimidir. Demək necə olacaq? Birinci seçirik 2-ni. Buradan qeyd edirik, tutaq ki 2. Sonra 1. Cəhalət ucbatından daha ən gözəl teatra gələ bilmir. Sonra siz böyük iş görürsünüz. Sonra bir gələcək cəhalət 2-4 gəlməlidir. 2-4 1-3 olacaq. 2-4 1-3 4 gəlməlidir burada. 2-4 4 nədir? Səkinə xanım qadınsız teatr gül çiçəksiz bahar kimidir. 4 haradır? 4-də çiçəksiz bahar olmur. Sonra isə 1 olmalıdır. Cəhalət ucbatından da ən gözəl teatra gələ bilmir. Bir də 3. Siz böyük iş görürsünüz. Sonunda isə nəsə 24, 13. Cavabımız nədir? E bəndi. 338-də mətnin əsas hissəsinə aid olmayan yanlış fikirləri müəyyən edin. Deyir ki, mətnin əsas hissəsinə aid olmasın, həm də yanlış fikir olsun. Demək, biz hardan tapacağıq onları? Əsas hissədə fərqi yoxdur. Yanlış olması, əsas hissədən olmamalıdır. Demək, hansı hissələrdə olmalıdır? Giriş və nəticə hissəsində olmalıdır, özü yanlış olmalıdır. Səkinə Axundzadə Bakıda Qızlar Məktəbində dini elmlə yanaşı dünyəvi elmdən də dərs deyirdi. Bu fikir doğrudur, ümumiyyətlə yanlış deyil. Səkinə Axundzadənin fəaliyyətində həyat yoldaşının xüsusi rolu var. Həqiqətən də bax, Səkinə xanımın fəaliyyətində onun həyat yoldaşı müasir düşüncəli və onun bütün işlərində dəstək olurdu. Əsas hissəyə aiddir. Əsas hissəyə aiddir. Bu heç bunu heç ümumiyyətlə götürmürük. Həm də doğru fikirdir. Bu heç bizə aid deyil. Əsas hissədən olmasın deyir. Bax 1-2 getdi, baxın. 1-2 getdi. Qaldı nə? 4-5 ya 3-5. İlk qadın rejissor teatr truppasını doğulduğu rayonda yaradır. Doğulduğu rayonda yox, Bakıda yaradır. Bu yanlışdır. Amma cavab götürmürük. Niyə görə? Çünki əsas hissədəndir. Bizə əsas hissədən olmayan deyir. Demək, yerdə qalır nə? 4-dən 5. Pedaqoq Səkinə Axundzadə qızların həyatında elmin təbliğini evin kiçik tamaşası hazırlamada başlamışdır. Bu giriş hissəyə aid olmalıdır. Özü də yanlışdır. Səkinə Axundzadə Şərəfzadənin arzusunu həyata Səkinə Axundzadə Şərəfzadənin. Bu nəticə hissəsində, amma yanlışdır. Denən niyə? Çünki Şərəfzadə Səkinə Axundzadənin arzusunu həyata keçirir. Cavabımız B bəndidir. 338, indi sualım 339. Mətndə üzərində rəqəm yazılmış sözlər əsasında cədvəli doğru variantını yazın. Kontekstə uyğun qarşılığını müəyyən edin. Üzərində rəqəm yazılmış hansı söz var? Bax, burada üzərində yazılmış sözlərdən biri tənələr və təqiblər. Tənə və təqib sözü hansı mənalar verir? Birinci söz tənə, yəni danlaq, məzəmmət, qınaq, töhmət, tənqid. İndi həmən sözü gətirib yazırıq. Məsələn, hara? Bax, burada. Bax, buraya yazırıq. Məsələn, tənə sözüdür. Biz yazırıq bura. Məsələn, danlaq. Sonra yazırıq, məsələn, qınaq. Və yaxud məzəmmət də yaza bilərik, nə qədər yerləşir. Sonra deyir ki, həmin qarşılığı mətndən kənar cümlə daxilində işlədilməsi. Bax, yəni mətndən kənar olsun. Məsələn, deyirsən ki, birin işlədəcəksən. O məni qınaq obyektinə çevirib. Obyektinə çevirib. Bu cümləni yazsan, olur doğru. Sonra ikinci cümlədə nədir? İkinci cümlədə burada təqibidir. Təqib nədir? Narahat etmə. Məsələn, buraya yazsan, narahat etmə. Bir dənə yazsan, məsələn, bunu yazsan ki,
O məni narahat edirdi. Oldu mətndən kənar bir cümlə. 340-a baxırıq. Mətnə əsasən cədvəli tamamlayan fikirləri yazın. Qızların teatra cəlb olunmasının əhəmiyyəti teatr üçün və qızlar üçün. İndi burada yer az verilib. Ta ki biz ora nə yaza bilərik? Teatr üçün nə ola bilər? Həmin dövrdə teatrda qadın rollarını kişilər oynardı. Qızların teatra cəlb edilməsi teatrın inkişafı deməkdir. Bax, bunu yaza bilərik. Qızlar üçün əsrlərlə azadlığı əlindən alınan, hüququ tapdalan qızlar, qadınlar teatr kimi maarif və mədəniyyət sahəsinə cəlb edilməklə həm öz azadlıqlarını əldə edir, həm də cəmiyyətin maariflənməsində iştirak etmiş olurlar. Bunu yazırsan qızlar üçün mətnimiz bitir və doğru hesab olunur. Sağ olun, özünüzə yaxşı baxın.